Salam əziz və dəyərli izləyicilərim. Çox saylı suallar gəlir ki, Məryəm xanım, buğda, mərci, maş cücərməsi haqqında danışmısınız, amma yaşıl qreçkanı necə cücərdirsiniz, o haqda danışmamısınız, faydaları nələrdir danışmamısınız. Çünki bunlar haqqında videolarım çoxdur, amma yaşıl qreçka haqqında yoxdur videom. Bircə dənə video paylaşmışam ki, alıb cücərdə bilərsiniz. Ona görə məcbur oldum ki, bir də belə bir video çəkim. Yaşıl qreçkanı İran mağazalarında mən bilən olur, Azərbaycanda bazarlarda olur. Temudan sifariş eləyə bilərsiniz. Ən çox gələn suallardan biri də o idi ki, Məryəm xanım hardan tapaq, hardan əldə eləyək. Mən Rusiyada isə bütün mağazalarda, böyük marketlərdə var. Hardakı qreçka satılır, lobiya satılır. Bax, o cərgədə görəcəksiniz. Üstünə yazılır zeloni qreçka. Ala bilərsiniz, cücərdə bilərsiniz. Min bir dərdin dərmanıdır. Qanınızı qaldırır, immunitetinizi qaldırır, xəstəliklərlə mübarizə aparır. Deməli, bilib bilmədiyiniz hansı bir xəstəlik, kista, fibroma varsa onları əridir. Sonra yaddaşı gözəlləşdirir, gözü gözəlləşdirir, görməni gözəlləşdirir, saçı, dırnağı, üzü, dərini, nə bilim, mənim yadımdan çıxa bilər. Onkoloji xəstəliklərlə mübarizə aparır. Və bilirsiniz da ki, qreçka nə qədər qanımıza bizim xeyirdir, qanımızı qaldırması üçün. Hamilələr yeməlidir, süd verən analar yeməlidir ki, uşaqlarını hamısından yeməlisiniz. Yəni, bugünkü mövzu yaşıl qreçkadan olduğu üçün deyirəm ki, çox xeyirlidir. Min bir dərdin dərmanıdır. İndi qısa da olsa izah edəcəm. Yenə də deyirəm, bunlar haqqında baxın, bu buğda cücərmişidir, bu mərci, bu isə maş cücərmişidir. Deyəcəksiniz ki, Məryəm xanım, bəs bu da onlar kimidirmi? Bəli, inanın ki, proses eynidir, cücərmələr eynidir. Deməli, bir adama bir xörək qaşığı götürülür, hansından olur olsun. Bir adama bir xörək qaşığı cücərməyə götürəndə bircə xörək qaşığı götürürsünüz. Yəni, 3 xörək qaşığı eləyə bilərsiniz, 4 baxır, o sizin ailə üzvlərinizin sayına ki, nə qədər adam var evdəki, nə qədər cücərdəsiniz. Və sizə onu deyim ki, buğda olsun, yaşıl qreçkanı bura qədər, istər buğda, istər mərci, bax, eynidir proses. Cücərdənlər üçün deyirəm ki, yəni əgər onları cücərdirsinizsə, eynidir. Heç sizin bu videoya qulaq asmağınız lazım deyil. Bilməyənlər üçün çəkirəm. Bura qədər qreçkanı tökmüsünüzsə, üstünə 2-3 barmaq çıxana qədər, bax, mən dünən elə eləmişdim. Bugün yox, dünənlərim mən bura qədər yaşıl qreçkanı tökmüşdüm. Hamısını eyni gündə eləyirəm. Buğda, mərci, çünki mən elə paryatkaya salmışam ki, birini biz yeyib qutarana qədər, bunlar cücərir, çatır bizə. Bura qədər qreçkanı tökdüm, üstünə bura qədər 3 barmaq çıxana qədər su. Dünənlərim əlavə elədim, dünən axşam və 3% Perix hamısına əlavə olunur. Sual verməyin ki, Məryəm xanım, eləməsək olmaz. Xeyr, Perix əlavə etməsəniz olmaz. 3% Perix mütləqdir. Niyə? Göbələyin qarşısını alır, infeksiyanın, bakteriyalar varsa qarşısını alır. Lap azcana, mən gözə yarı eləyirəm. Deyə bilmərəm sizə yarım çay qaşığı, təxmini bilmək istəsəz, yarım çay qaşığından da az 3% Perix içinə azcana fıskırdırsınız. Axşamı qaldı, bu dünən axşam qaldı suda. 3%li Perixli suda hamısı. Eyni zamanda da yaşıl qreçka. Səhər durdum, həmən Perixli suyu boşaltdım. Bunların ağzına marля bağlaya bilərsiniz rezinlə. Mən də bağlayıram. Bunları mən Valbrisdən almışam, bu butulkaları, bankaları. Siz özünüz də deşə bilərsiniz və yaxud kapron vannada da eləyə bilərsiniz süzgəçlə bir yerdə. Yəni, yetər ki, eləyin. Süzdüm onu, axşamdan qalan o perixli suyu süzdüm. Təmiz su tökdüm, krant suyu eləməyin, filtr suyu eləyin. Və yaxud mağazindən alınma su və yaxud artizan suyu. Suyu tökdüm, yaxaladım. Bax, belə yayırsınız, bankaya qoyursunuz. İndi mən sizə çəkiliş üçün burada belə qoymuşam, göstərirəm. Baxın, bax, belə yayırsınız, hamısını belə yatızdırırsınız. İndi maryasını götürmüşəm, ağzında marya olur. Bax, görürsünüzmü? Eyni zamanda da bunu. Bu belə qalır gün ərzində. Mən bunu 2-3 saatdan bir hamısını, eyni zamanda da yaşıl qreçkanı. Su əlavə eləyirəm, yaxalayıram, süzürəm, quru saxlayıram. Su əlavə eləyirəm, yaxalayıram, quru saxlayıram. Çox xahiş edirəm, diqqətlə qulaq asın ki, sonra sualları çox, eyni sualları 100 adam, 1000 adam verir. Mən cavabları çatdıra bilmirəm. Həm də eyni suala, eyni cavabı yazanda TikTok səhifəsi blok eləyir şərh yerini. Yaza bilmirəm. Ona görə diqqətiniz məndə olsun. Çox xahiş eləyirəm. Yaxaladım ikinci günü. Üzü açılacaq üçüncü gününə. Bax, bu ikinci günüdür məndə. Sabahlarım yenə də mən bunu gün ərzində su əlavə eləyib, yaxalayıb belə qoyacam. Yaxalayıb belə qoyacam. O birisi günə artıq hamısı cücərəcək, hazır olacaq yeyilmək üçün. Açacam bunları bankadan, tökəcəm qablara, yığacam soyuducuya. Buz gözünə yox, soyuducuya.
3 gün saxlamaq olar. Bu 3 gün ərzində yeyəcəksiniz. 3 gündən artıq qalsa, artıq öz faydasını itirir. Yəni 3 gün ərzində bunu yeməlisiniz. Yaşıl qreçka, yaşıl marş, yaşıl mərci gündə 1 xörək qaşığı yeyə bilərsiniz çiğ halda, istər ac qarnına, istər tox qarnına. Buğdanı isə 2 xörək qaşığı yeyə bilərsiniz, yenə də istər ac qarnına, istər tox qarnına. Fərqi yoxdur. Bircə çox gec yeməyin. 10 yaşından aşağı uşaqlara olmaz. Ondan yuxarı isə yeyə bilərlər əzizlərim. Yeyin, doğmalarınız da yesin ki, biləsiniz ki, o dərmanlar var, o qanı qaldıran zat, onlar hamısı zərərlidir. Çoxsunun tərkibində stabilizatorlar var, kimyəvi qatqılar var. Amma bunlar bilirsiniz həyatdır. Nəyə görə Ruslar, bax Rusiyada satılır. Nəinki Rusiyada, dünyanın hər bir yerində satılır Azərbaycandan başqa. Mən də daha yoruldum bunu sizlərə deməkdən. Bir Məryəm xanımdır ki, dayanmadan hamıya yalvarır ki, cücərdin, ucuz şeylərdir. Nə olar ki? Cücərdin min bir dərdin dərmanıdır. Sağ ol deyəcəksiniz mənə. Cavanlaşacaq. Saçınızda qaralma gecikəcək, dəriniz gözəlləşəcək, o baş gicəllənmələriniz gedəcək, qulaq tutulur, baş gicəllənəndə qan aşağı düşürsə. Bax, nəyi pisdir ki? Min bir dərdin dediyim kimi dərmanıdır. Cücərdirsiniz, yeyirsiniz, elə eləyin ki, 3-cü günündə artıq onu soyuducuya mən ki yığıram, deyirəm, sabah hazır olacaq bunlar, mən yığacam bunları soyuducuya, öz qablarına, ərəsini. Soyuducuda, bunlar soyuducuda olanda artıq yenə də mən bunlara suya qoyacam, yenə də töküb periksli suda saxlayacam. Ona görə də məndə həmişə, mən canlı açanda da görürsünüz ki, məndən üzülmür. Mən həmişə qablarımda bunlar olur. Evdə hamımız, böyükdən kiçiyə hamımız yeyirik. Çünki faydalarını görmüşük. Hətta Allah cəm analara ömür versin, 83 yaşında anam belə yeyir. Çünki bilirik ki, nə qədər gözəl bir faydalı şeydir. Qreçka haqqında da sizə məlumat verdim. Yəni, xahiş edirəm ki, cücərdəsiniz. Sizlər də, eləməyənlər də xeyrini görüb gəlib yazasınız ki, Məryəm xanım, doğrudan da bu nə gözəl şey imiş. Hamınıza məsləhət bilirəm, cücərməni də, yəni çox dəqiqliyi ilə izah elədim sizə. Səhifələrimdə də var. Girib arxayınlıqla baxa bilərsiniz. Videolarıma şərh yazmağınızı xahiş edirəm. Təbii ki, bu mənim sevənlərimə aiddir. Sevməyən onsuz da istəmir ki, mənim videolarım kəşfətə düşsün. Takib atın, əgər atmamısınızsa çox xahiş edirəm. Gözəl bacılarım, dəyərli qardaşlarım, sizin şərhlərinizə, yəni kommentariyalara mənim çox ehtiyacım var. Ki siz bəyənəndə, şərhlər yazanda, podpisasiya olunanda, takib edəndə məni, artıq bütün videolarım çıxacaq sizin qarşınıza, doğmalarınızın qarşısına. Kəşfətə düşəcək mənim videolarım. Bu sizin əlinizdədir, mənim sevənlərim. Sizə səslənirəm. Bir də istəsəniz, əgər tam sağlam həyat tərzi sürmək, sağlam, əgər bir mütəxəssisə canınızı əmanət etmək istəyirsinizsə, ki, heç bir dərmandan ona görə sevilirəm ki, heç bir dərmandan qrupumda söhbət gedə bilməz qrupumda. İstər bəylər üçün qrup olsun, istər xanımlar üçün qrup olsun. Yəni ki, bağırsaqlarınız saat kimi işləyəcək, amma sena çaysız, aclıq otusuz. Bəzən inanmırsınız buna, amma qrupumdakilər artıq bunu hamıya, elə aləmə yayıblar ki, doğrudan da belə bir şey olarmış ki, insanın bağırsağı normal dərəcədə işləsin, amma dərmansız. Çünki bağırsaqlarınızı tənbəlləşdirmişsiniz, artıq klizmaya belə təsir göstərmir desəniz, hardan bilirəm, qrupa gələnlər o vəziyyətdə idilər. İndi şükür olsun ki, o qədər xoşbəxtlər. Çünki bir insanın bağırsağı istər bəy olsun, istər xanım olsun, bağırsağı işləyirsə normal, hər gün normal tualetə gedirsə, üzr istəyirəm, böyük bayra normal gedirsə, demək ki, o insan xoşbəxtdir. Çünki bağırsağımızdan başlanır bizim xoşbəxtliyimiz də, bədbəxtliyimiz də, xəstəliyimiz də, sağlamlığımız da. Buyura bilərsiniz qrupuma, bircə dəfə 20 manat ödəyəcəksiniz. Düz eşitmisiniz, hər ay ödəmirsiniz. Cəmi bircə dəfə qrupa girəndə 20 manatınızı ödəyib bu özəllikləri əldə edirsiniz. Ayrıca xanımlar, bütün gözəllik sirlərimi sizlərlə bölüşəcəm. Nömrəmi isə səsli şəkildə sizə deyəcəm. Çünki videonun üstündə yazmaq olmur. Necə deyirəmsə, necə tələffüz edirəmsə, o cürə xahiş edirəm nömrəni yaddaşa salın. Başqa bir əlavələr eləməyin. Eləsəniz tapmayacaqsınız WhatsApp nömrəmi. Rusiyanın WhatsApp nömrəsidir. Üstə gələk 7 901 288 26 94. Əzizlərim, şükürlərinizi bol-bol edin, çünki şükür də bir neymətdir. Şikayətlərinizi azaldın ki, şikayətləriniz də azalsın. Sağ olun.